İnsanların xarakterini saç rənginə və formasına görə müəyyən etmək mümkündürmü? Gəlin həm elmi, həm psixoloji, həm də sosial tərəfləri ilə aydınlaşdıraq. Birincisi, saç forması və saç rəngi genetikdir. Yəni, düz, dalğalı və qıvrım saçların hamısı valideynlərdən gələn genlərlə müəyyən olunur. Melanin səviyyəsi saç rəngini tünd və ya açıq edir. Amma vacib məqam, genlər xarakteri müəyyən etmir. Bəs bu əlaqələr hardan çıxır? Burada işə insan beyninin avtomatik stereotipləri qarışır. Biz rəngləri və formaları görəndə beynimiz heç düşünmədən ilk təəssürat yaradır. Məsələn, qara saç. Beyin bunu ciddi və sakit kimi qəbul edir. Şabalıd saç balanslı və etibarlı görünür. Sarı saç enerjili və sosial təsir yaradır. Qırmızı saç emosional və temperamentli kimi görünür. Bu genetik deyil, qavrayış psixologiyasıdır. Rəng beynimizdə emosional assosiasiyalar yaradır. Saç forması da eyni şəkildə qavranılır. Düz saç nizamlı və sakit görünür. Dalğalı saç daha yaradıcı izlənim yaradır. Qıvrıcıq saç dinamik və enerjili kimi qəbul edilir. Bu fərqlər elmi xarakter fərqi deyil, sadəcə vizual təsirdir. Sosiologiyada isə başqa bir fakt var. Saç rənglərinin və formalarının müxtəlif xalqlarda fərqli yayılması insanlara əlavə mədəni stereotiplər yükləyib. Məsələn, sarışınların Skandinaviya ölkələrində sosial davranış göstəricilərinə görə daha açıq görünməsi bu rəngə sosial imici verib. Qara saçlı xalqlarda isə daha konservativ davranış modelləri olduğundan qara saç ciddi kimi şərh edilib. Nəticədə, saç rəngi və ya saç forması insanın şəxsi xarakterini göstərmir, amma insanların səni necə qavrayacağını güclü şəkildə dəyişir. Saç, xarakterin özü deyil, xarakter haqqında ilk təəssürat yaradan vizual siqnaldır.